Əziz izləyicilər, mən sadə biskvitin hazırlama qaydasını sizlə bölüşmək istəyirəm. Bizə lazım olan ərzaqlar olacaq 3 ədəd yumurta, 1 stəkandan başı biraz aşağı un, yarım stəkan şəkər tozu, qabartma vanil, hərəsindən elə bir paçkanın yarısı da 5 qram 5 qram və qaynar su. Qaynar suyu ona görə götürmüşəm ki, elə bir hər yumurtaya bir xörək qaşığı qaynar su gedəcək yumurtanın cavında. Keçək hazırlama qaydasına. Yumurtalar mikserdən ağarana qədər salındı. İndi ona əlavə edirəm un. Un əvvəlcədən qeyd edeyim ki, ələkdən keçirilib. Qabartma tozu və vanil əlavə edib qarışdırırıq. Çox ehtiyatla qarışdırmaq lazımdır ki, yumurta çökməsin. Şimdi bunu sobamıza yerləşdirək. Sobamızı 160 dərəcədə qoymuşam. Yəni sadə biskvit olduğuna görə 160 dərəcə yetərlidir bunun hazır olmasına. Biskvitimiz hazır oldu. Çox gözəl, yumuşaq, kövrək biskvit alındı. Mən bunu 18 diametrdə bişirmişəm. 3 hissəyə ayıracam. Amma xanımlar kim istəsə biraz yığacam. 16 diametrdə də hazırlamaq olar. Onda da rahatlıq şəkildə 4 hissəyə bölmək olar.